O Rusiyanın şəhəri var, Sankt-Peterburg. Bunu deyəmirəm həmişə. Ona görə də köhnə adını deyə bilirdim, Leningrad. Yox, Leningrad yox. Ay Allah, Stalingrad idi, yoxsa nə idi? Köhnə adı var. Nəysə, Əl-Qərəz. Bu, nədirsə bu Sankt-Peterburg. Çox cəhd edirəm. Mən bu sözü deyəmirəm də. Orada bir dəyərli qardaş var, Radik. Ona bir video söz vermişəm. O da demək olar video hazırdır. Bir səsləndirmə qalıbdır. Onu da hələ deyirəm ki, mətin yığırıq. Yəni, arxain olsun, video elə bir ki, hazırdır. Və keçirəm əsas məsələyə. Yəni, çox maraqlı şeydir, qulaq asın. Deyir, dağ başında duman olar, qar olar. Ola bilsin, qartal uçar arada. Qartaldan çox, puğa uçur dağlarda. Deyin görüm, bu görsənib harada. Heç bilmirəm, dünən böyün nə vaxtı. Ya axşamdır, gün ortadır, sabahdır. Bəli, girdik Qarabağa o vaxtı. Ağzımızı, burnumuzu ovdular, gəlib bizi Qarabağdan qovdular. Deyir, nə gəlirsə başıma gəlir. Əzizinəm, yaşıma gəlir. Bu da mənim xoşuma gəlir. Duxum varsa qaşıma gəlir. Bax belə. İndi olmasın, bir zamanlar var idi. Ruben idi, Ayarikdi, getdilər. Sağ idilər Koçaryanla Sarkisyan. Müharibədən də sonra onlar itdilər. Bax, belə bir maraqlı. Yox, onlar itdi, balayan görməmişəm onu. İndi bu şeirimi xarici və daxili kütləvi informasiya xarici də orada paylaşın, görək nə tər olur.